Bugün en yaxın insanın, tək dostum Meltəmin yanına getdim. Sadə bir gün idi bəlkə də, amma mənim üçün çox dəyərli. Birlikdə alış-veriş etdik, dedik, güldük. Amma ən gözəli nə idi bilirsən? Özüm kimi ola bildim, rahat, sakit. Dost, sən susanda belə səni anlayandır. Hamı gedəndə yanında qalan, sevincini öz sevinci kimi yaşayan, uğurunu qısqanmaq əvəzinə qürur duyan insandır. Həqiqi dostluq zamana görə dəyişmir. Dost səni ən zəif halında görüb yenə də yanında qalmağı seçəndir. Səni tərifləyən yox, sənə doğru yol yönəldəndir. Bəzən qohumluq qanla olur, amma dostluq ürəklə. Çünki dostluq sayla yox, sədaqətlə ölçülür. Bugün başa düşdüm ki, xoşbəxtlik böyük şeylərdə deyil, doğru insanla keçən adi anlarda gizlidir. Allah hər kəsə bir ürəkdən dost nəsib etsin. Rəydə dostuna ən gözəl sözü yaz, onu taq et, sənin ona olan dəyərini hər kəs görsün və özü də oxusun. Canım bacım, yanımda olduğun üçün şükr edirəm.